Salam əziz şagirdlər. Bugün 5-ci sinif riyaziyyat kitabının 2-ci hissəsindən səhifə 91 və 92-də olan tapşırıqların və mövzunun izahına bir yerdə baxacağıq. Videolarımız əgər sizə maraqlıdırsa, videolarımızı bəyənin, kanalımıza abunə olun. Mövzumuz dairəvi diaqramda araşdırma və müzakirədə bizə deyir ki, cədvəldə gün ərzində meyvə-tərəvəz mağazasında satılan meyvələr haqqında məlumat verilmişdir. Satılan hər meyvənin kütləsi bütün meyvələrin kütləsinin neçə faizini təşkil edir? Bu məlumat dairəvi diaqrama köçürülsə, hər hissəyə hansı meyvə uyğun gələr? Deməli, biz burada görürük ki, cəmi bizim 100 meyvəmiz var. Hesablayaq, görək alma, nar, heyvanın cəmi kütləsi nə qədərdir və armuda nə qədər düşür. Bu üçünü toplayaq, 40 üstə gəlsin 15, üstə gəlsin 20. Bu bizə verəcək 75. 100-dən də 75-i çıxsam əgər, cavab 25 almış olaram və armudun kütləsini tapdıq ki, armudun kütləsi 25 kiloqramdır. Deyir ki, satılan hər meyvənin kütləsi bütün meyvələrin kütləsinin neçə faizini təşkil edir? Çox sadə bir sualdır. Armud 25-dirsə, 25 cəmin, yəni 100-ün hansı hissəsini təşkil edir? 25-i 100-ə bölüb 100%-ə vurmaq lazımdır. 100 ilə 100 getsə 25%. Armud 25%. Almanı tapmaq istəyirsə 40-ı 100-ə bölüb 100-ə vuracaq. 100-lər gedəcək 40%. Deməli, alma oldu 40%. Narı tapmaq istəyirsə 15-i 100-ə bölüb 100-ə vuracaq. 100-lər gedəcək 15%. Nar oldu 15%. Və heyvanı da tapmaq üçün 20-ni 100-ə bölüb 100-ə vuracaq. 100-lər gedəcək 20% edəcək. Heyvanı da tapdıq ki, bu 20% imiş. Bu məlumat dairəvi diaqrama köçürsə, hər hissəyə hansı meyvə uyğun gələr? Baxırıq ki, ən çox burada hissə ayrılmış 40 bu hissədir və ən çox faizimiz 40%dir. Bura 40% yazıb yanına yazacağıq alma. Alma. Sonra 40-dan sonra ən böyük hissə bu sarı hissədir. 40-dan sonra gələn ən böyük faiz 25%dir. Bura yazacağıq 25%. Bunun da yerinə yazacağıq armud. Və 25-dən sonra böyük hissə budur. Bu da 20% uyğun gələr bura. Bunun da adı olacaq heyva. Və sonuncu burada düşər 15%. Bunun da adı olar nar. Keçək öyrənməyə. Dairəvi diaqram tam və onun hissələri haqqında məlumatı təsvir etmək üçün dairəvi diaqramdan istifadə oluna bilər. Dairəvi diaqramın hissələrini kəsr ilə olduğu kimi faizlə də ifadə etmək olar. Bu zaman bütün hissələrə uyğun faizlərin cəmi 100%-ə bərabər olmalıdır. Biz bilirik ki, əlbəttə ki, tam bir 100%-dir. Məsələn, şkafdakı hər növ kitabın bütün kitablarının neçə faizini təşkil etdiyi haqqında məlumat dairəvi diaqramda verilmişdir. Kitabların ümumi sayı 180 olarsa, bədii ədəbiyyatın sayını tapmaq üçün 180%-in 35%-ni hesablamaq lazımdır. Biz baxırıq, görürük ki, burada bədii ədəbiyyat 35% verilib və bədii ədəbiyyat neçə kitabdır? Onu sayını tapmaq istəyirsə, ümumi 180 kitab olduğuna görə 180-in 35%-ni tapmaq lazımdır. İxtisar etsək, edəcək 630, ona da böləndə 63 kitab edəcək. Bədii ədəbiyyat 63 kitab olacaq. Deməli, şkafda 63 bədii kitab var, 35%-dir. Sonra diaqramda verilənləri cədvəldə belə təsvir etmək olar. Sonra 180-in 20%-ni tapırıq.
180 20%-ni tapanda 18-i 2-yə vuruq 36 ədəd dərsliklərdir. Burada verilib. Elmi ədəbiyyat tapmaq üçün də 180-in 25%-ni tapmaq lazımdır. Burada da ixtisar etsək 450 45 kitabda elmi ədəbiyyat olacaq. 10%-ni tapmaq üçün də 180-in 10%-ni tapanda da 18 görürsünüz, burada 10% verilib. 18 də tarixi kitablar və ensiklopediya olacaq. Keçək çalışma 1-ə. Dairəvi diaqramda dayanacaqdakı nəqliyyat vasitələrinin sayı haqqında məlumat faizlərlə verilmişdir. Dayanacaqda cəmi 120 nəqliyyat vasitəsi olarsa, uyğun cədvəli tamamlayın və diaqramdakı məlumatı cədvəldə təsvir edin. Cəmi bizim 120 nəqliyyatımız var. İndi yük maşını birinci gəlir. Gəlin tapaq. Yük maşını yazıb ki, burada 20%-dir. 120-nin 20%-ni tapaq. 120 vur 20 böl 100. Sıfırları ixtisar etsək, 12-ni 2-yə vuranda 24 edəcək. Deməli, yük maşını 20%-dir. Bura faiz yazılır. Sayı da bura yazılacaq 24 dənə. Sonra gəlir minik maşını. Minik maşını burada göstərilib 60%-dir. 60%, 120-nin 60%-ni tapırıq. 120-ni vururuq 60-a, bölürük 100-ə. 12-ni 6-ya vuranda 72 edəcək. Deməli, burada da 72 yük maşını var, mini maşını var. Keçdi avtobusa. Avtobus burada görürsünüz, bu hissədir. O da 5%-dir. Deməli, 120-nin 5%-ni tapacağıq. Sıfırlar getdi. 12-ni 5-ə vuranda 60, ona böləndə də edəcək 6 dənə avtobus da burada var imiş. Keçək səhifə 92-yə. Dairəvi diaqramda bir fermada heyvanların sayı haqqında məlumat faizlərlə verilmişdir. Fermada ümumi 600 baş heyvan varsa, uyğun cədvəl qurun və diaqramda məlumatı cədvəllə təsvir edin. Gəlin birinci cədvəlimizi quraq. Burada yazaq faiz. Burada yazaq sayı. Burada deməli göstəriləcək qoyunların. Burada göstərilsin inəklərin. Burada keçi. Burada da camış. Deməli qoyun 75%-dir. İnək 10%-dir. Camış 5%-dir. Keçini də tapmaq üçün 75 üstə gəl 10, üstə gəl 5 bu faizləri toplayırıq. Edir 90%. 100%-dən də 90%-i çıxaq. Qalsın 10%. Demək, keçi də 10% imiş. İndi və bunların sayını tapaq. Cəmi bizim 600 baş heyvanımız var. 600-ün 75%-ni tapaq. Buradakı 2 sıfırla buradakı 2 sıfır gedər. 6-nı 75-ə vursaq əgər, verər bizə 450. Deməli 450 dənə qoyun var. İnəyi tapmaq üçün 10%-ni tapmalıyıq. 600-ün 10%-i. Altını ona vuranda edəcək 60. Burada da 10%-dir, bu da 60 edəcək. Bir dənə də tapaq.
600-ün 5%. 600 vur 5 böl 100. Altında 5'e vuranda edəcək 30. 30'dan da camış var. Bunu hesabladıq. İndi keçək A variantına. Bu hesablama hissəsini silirəm. Keçilər bütün heyvanların neçə faizini təşkil edir? Keçilər bütün heyvanların tapdıq ki 10%-ni təşkil edir. 10%. B variantına baxaq. Ən az və ən çox sayda olan heyvanlar hansılardır? Ən az camışdır. B variantında ən az camışdır. Ən çox qoyundur. Qoyun. C variantında hansı növ heyvanların sayı eynidir? Görürük ki, iynə ilə keçinin sayı eynidir. 60-60. İnək və keçi. D variantına baxaq. Fermada neçə camış var? Fermada tapdıq ki 30 dənə camış var. Y variantına baxaq. Qoyunların sayı keçilərin sayından nə qədər çoxdur? Qoyunların sayı 450-dir, keçilərin sayı 60-dır. 450-dən çıxacaq 60-ı. Bu da bizə verəcək 390 çoxdur. Keçək 3-cü tapşırığa. Məktəbdə 5-ci sinif riyaziyyat fənni üzrə qiymətləndirmədə 60 şagird iştirak etdi. Dairəvi diaqramda bu şagirdlərin aldıqları qiymətlər haqqında məlumat faizlə verilib. Neçə şagird 5 qiyməti aldı? 5 qiymətinin faizi göstərilməyib, ona görə tapacağıq. Bu faiz verilən faizləri toplayıb 100%-dən çıxacağıq. 50% üstə gəl 3-dən alanlar 25, 2 alanlar 5. 30, 50, 80% edəcək. 100%-dən 80% çıxacam, edəcək 20%. Deməli 20% şagird 5 alıb. Bizdə nə deyir? Neçə şagird 5 qiymət alıb? Ümumi neçə nəfər var? 60 nəfər var. 60-ın 20%-ni tapacam. 60 vur 20 böl 100. 6-nı 2-yə vuranda 12 edəcək. B variantı. 4 qiyməti alanlar 5 alanlardan nə qədər çoxdur? Deməli 12 nəfər 5 qiyməti alıb. Gəlin 4 qiyməti alanları tapaq. 4 qiyməti 50%-dir. 60-ın 50%-ni tapaq. Bu da edəcək 30. 30 nəfərdə 4 qiymət alıb. 4 qiymət alanlar 5 alanlardan nə qədər çoxdur? 30-dan 12 çıxmalıyıq. 30 çıx 12. Bu da bizə verəcək 18. C variantı. Neçə şagird 3 qiyməti aldı? 25%-də 3 qiymət alıb. Nəyin? 60-ın. 60 vurulsun 25 bölünsün 100. 25 ilə 100 ixtisar etsək 4 dəfə, 1 dəfə, 60-ı da 4-ə bölsək, cavab alarıq 15 şagird də 3 qiyməti alıb. Keçək 4-cü tapşırığa. Dairəvi diaqramda bir ailənin aylıq kommunal xərcləri təsvir olunmuşdur. Ailənin aylıq elektrik sərfinə 72 manat ödəndiyi nəzərə alaraq suallara cavab verin. Deməli, burada nə edəcəyik? Yalnız elektrikə 72 manat ödəyib və bu ümumi ödədiyi məbləğin 30%-idir. Deməli, biz burada ümumi kommunal xərclərini tapmaq istəyiriksə 30%-i
72 olan ədədi tapmalıyıq. Olan ədədi tap. Faizinə görə ədəd tapanda ədədi faizə bölüb 100-ə vurmaq lazımdır. Getdi. 72-ni 3-ə bölsəm əgər alaram 24. 24-ü də ona vursam edəcək 240 manat. Deməli 240 manat ümumi aylıq kommunal xərcidir. A variantında bizə deyir ki, ailənin aylıq kommunal xərcləri ümumi nə qədər oldu? 240 manat. Ay ərzində qaz sərfiyyatı üçün nə qədər pul ödənildi? Qaza 40% verilib. Ümumi 240 manatın 40%-ni tapacağıq. Buradakı sıfırları ixtisar edəcək. 24-ü 4-ə vuracaq, edəcək 96. Deməli 96 manat qaza ödənilib. C variantı. Telefon üçün ödənilən pul su sərfiyyatı üçün ödənilən puldan nə qədər çoxdur? Birinci telefonu tapaq görək nə qədər pul ödənilib. 240-ın telefon 240-ın tapaq 15%-ni. 24-ü 15-ə vursam alaram 360. 360-ı da ona bölsəm 36 edər. Suyu da tapmaq lazımdır. Su da burada görünür ki 5%'dir. 24 240 vurulsun 5 bölünsün 100. Buradakı sıfırları apararam. 24'ü vursam 5'ə 120 edər. 120 də ona bölsəm 12 edər. Deməli telefon sudan nə qədər çoxdur? 36-dan da 12-ni çıxaram. Bu da bizə verər 24 manat. Keçək 5-ci tapşırığa. Şagirdlər arasında ən çox sevdikləri dondurma haqqında aparılan sorğuda 5A sinifindən 20 şagird, 5B sinifindən isə 30 şagird iştirak etmişdir. Sorğunun nəticəsi dairəvi diaqramda verilmişdir. Deməli 5A-da olacaq 20 şagird, 5B-də olacaq 30 şagird. 5A variantına baxaq. 5A sinifində neçə şagird karamelli dondurma sevir? Burada görünür ki, karamelli 10%'dir. 5A-da da neçə nəfər oxuyur? 20 nəfər. 20-nin 10%'ni tapmaq lazımdır. A variantı 20 vur 10 bölü 100. Sıfırları ixtisar etsəm 2 nəfər deməli karamelli dondurma sevir A variantında. B variantına baxaq. 5B sinifində neçə şagird karamelli dondurma sevir? 5B'də 30 nəfər var. Onda 20%'i karamelli dondurma sevir. 30 vurulsun 20 bölünsün 100. Sıfırları ixtisar etsək 3'ü 2'yə vursaq neçə almış olarıq? 6 alarıq. Yəni B variantında da cavab 6'dır. C variantında hansı sinifdə çiyələkli dondurma xoşlayan şagirdlərin sayı daha çoxdur? Əgər biz baxsaq 5A sinifinə, 5A sinifində çiyələyi 30% şagird sevir, yəni 20'nin 30%'ni taparıq. 5A-da 6 nəfər sevir. 5B-yə baxsaq, 5B-də də çiyələklinin 20% sevir, 30'un 20%'i. 30 vurulsun 20 bölünsün 100. 3'ü 2'yə vursaq cavab edər 6. Buradan başa düşdük ki iki sinifdə də eyni sayda çiyələkli dondurma sevirlər. Yəni bərabərdir. D variantında iki sinifdə cəmi neçə şagird vanilli dondurma sevir? Beş A'ya baxsaq, 5A-da 20'nin 20%'ni tapacaq. Vanilli 20%'dir.
20 vurulsun 20 bölünsün 100. Sıfırları ixtisar etsək, burada edəcək 4 nəfər. 5B-də isə vanillini 10% adam sevir. 30 vurulsun 10 bölünsün 100. Burada da 3 nəfər. 2 sinifdə cəmi dediyinə görə 4 ilə 3-ü toplayacağıq. 4 üstə gəlsin 3 bərabərdir 7 alırıq.